Vaxtınız xeyir olsun. Bugün biz sizlərə iki maraqlı və sadə sualın izahına baxaq. Deməli, belə bir integral sualdır ki, yuxarıda boyalı bölgələrin sahələri yazılmışdır və bizdən inteqralın qiyməti soruşulur. Deməli, A1, A2, A3 sahələri bizə bəlli olaraq verilmişdir. Sadəcə bu boş hissə sahəsi bəlli deyil. Mən bura bir M nöqtəsi qeyd etsəm, deməli, bu içəridəki hissənin sahəsini tapmaq istəsəm, bu mənə 3M olaraq qeyd edə bilərəm. Eyni şəkildə bu tərəfdəki məsafə 3 olduğu üçün bu hündürlük də dəyişmədiyinə görə bu tərəfdəki düz uzaqlığın sahəsi də 3M olaraq qeyd edə bilərik. İndi gələk misalımızı hesablayaq. -3-dən 4-ədək olan hissə 2 var. Daha doğrusu -4-dən 3-ədək olan hissə bu hissədir. Bu hissənin sahəsini tapmağımız üçün içəridəki qalan A1, A2 və 3M-i toplamağımız lazımdır. Çıxılsın. Digərinə baxanda 3 və 8 aralığını hesablayanda isə 3M-i bu hissə lazımdır bizə. -3 ilə 8, daha doğrusu 3 ilə 8 aralığındakı hissəni tapanda isə 3M, 8, bir də bir saniyə, 3M, A3, bir də A4-ün sahələrin toplamı lazım idi bizə. Bunların fərqi soruşulur. Gördüyümüz kimi burada fərqi tapanda 3M-lər avtomatik üzrə islah gedir. Yəni heç bir fərqi yoxdur onların. Yerdə qalan A1 üstəgəl A2, o da çıxılsın. A3 üstəgəl A4 edir. Qiymətləri gətirib yenə qoyaq. A1-in yerinə qiymətini qoysaq, deməli A1-in yerinə 8, A2-in yerinə 4, o da çıxılsın. A3-ün yerinə 5 üstəgəl 2, 12-dən də 7 çıxdım, bu da elədi 5. Növbəti sualımıza keçək. Belə bir ikinci bir sualımız var ki, bu da sadə bir sualdır. Bizdən rəngli hissənin sahəsi verilibdir. 2-6 arasındakı hissənin sahəsi soruşulur. Bu aralıqdakı sahəni tapmağımız üçün 3-2 aralığındakı sahəni taparkən bu 3-2 aralığı sahəsi 6 eləyir. Və daha sonra mavi hissənin sahəsi bizə 12 olaraq verilir. Buradakı 2-6 aralığındakı sahə bizə lazımdır. Həmin sahəni tapmağımız üçün də artıq buna bir dənə S olaraq qeyd edək və gördüyümüz kimi bu bir düz bucaqlıdır. Bunun sahəsini tapanda isə deməli aşağıdan yazaq. 12 üstəgəl 6 üstəgəl S bizə əslində 7 ilə bu tərəf 7-dir, bu tərəfdə uzun hissə 7-dir, eni hissə 6-dır. 7 ilə 6-nın hasilini verər, yəni 42. Buradan da S tapanda 42 çıx 18, bu da elədi 24. Cavab oldu Y bəndi. Növbəti suallarda görüşərik. Hər ikisi sağ olurlar.